Dünən qabağıma bir video çıxıb. Deməli, bu Kvitsanın necə olub ki, bu qədər istedad sahibidir? Yəni bununla bağlı o bilsən nə deyir müsahibəsində? Deyir ki, bizim bu adam Dinamo Tbilisi'dən çıxıb da, akademiyadan. Deyir ondan qabaq bizim hansısa klubdaydı, adı yadından çıxıb. Deyir meydançamız o qədər bərbad idi ki, mən məcbur olurdum o rəqiblə yanaşı meydançayla da mübarizə aparırdım. Və sonradan o hansı ki meydanda kələk ötürdü də, o artıq o qədər o topu əldə eləmək üçün, yəni topla manevr eləmək üçün o qədər çalışırdım ki, o həmin o bərbad meydançanın mənim bu qədər istedadlı olmağımda böyük rolu oldu. Çünki adam belə deyim də daşın torpağın üstündə olub, tutaq ki o topu saxlayanda, topu aparanda o bilir ki, top tullanacaq, sağa gedəcək, sola gedəcək və artıq ona uyğun, belə deyək də, bəzən ona uyğun özünü hazırlamağa başlayır. Başa düşürsən nə demək istəyirəm? Elə biz tutaq ki, şəraitimiz yoxdur. Uşağa da şeydir, səbəb verək ki, onsuz da bizim şəraitimiz yoxdur ki, o da 17-18 yaşına gələndə ya əskər gedir, ya da gedir taksi sürür.